Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib. Xəbər verilir ki, 87-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 91-ci il təvəllüdlü Orxan Yusubova bıçaqlı xəsarətlər yedirib. Orxan Yusubov aldığı xəsarətlərdən ölüb. Hadisəni törədib qaçan Sabir Camalovu polis əməkdaşları saxlayıblar. Faktla bağlı araşdırma aparılır. Xalq artisti Afaq Bəşir qızının nəvəsi Əhməd Paşa hərbi xidmətə yollanıb. Xəbər verilir ki, aktrisa bununla bağlı Instagram hesabında paylaşım edib. Sən bugün vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir. Amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımında qorusun, yolunu açıq, qismətini gözəl etsin. Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib, sağ-salamat evinizi qayıtmağın ən böyük arzundur. Səni çox sevirəm balam. Allah səni qorusun, ayağına daş dəyməsin, yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm. Allah amanında ol, canım nəvəm, deyə aktrisa paylaşımında yazıb. Qeyd edək ki, Afaq Bəşir qızının bir oğul övladı və 2 oğul nəvəsi var.